sualların verilişi efirdədir. Bugün hər zaman olduğu kimi bir-birindən maraqlı suallarımız tələbələrimizə təqdim olunacaq və doğru cavab verən tələbələr mükafatlandırılacaq. Elə isə getdik. Video qazanmaq istəyirsiniz? Bəli. Elə isə suallarımıza cavab verin. UNESCO-nun təsdiqi ilə Azərbaycanın milli musiqi alətləri hansılar hesab olunurdu? Pas. Tar kamança. Bəli, doğrudur. Tar və kaman. Doğrudur. Tar, kamança. Doğrudur. Tar, kamança. Doğrudur. Tar, kaman. Bəli, doğrudur. Bu rəssamın məşhur əsərlərindən biri Ulduzlu Gecə əsəridir. Söhbət hansı rəssamdan gedir? Van Gogh. Bəli, doğrudur. Van Gogh. Bəli, doğrudur. Van Gogh. Doğrudur. A few moments later. Ulduzlu Gecə çox məşhur. Bir dəqiqə deyəm, fikirləş. 3 hours later. Pas demək olar. Var. Onu bilmirəm. Üçüncü sualımız. Müxtəlif dövrlərdə müəllifinin kim olması mübahisə doğuran bu əsərə Gürcüstanda abidə də qoyulub. Söhbət hansı əsərdən gedir? Pas. Siz bir sualı bildiyiniz üçün qələm sizə təqdim edirik. Siz də sağ olun. Ali Vanino. Doğrudur. Təbriklər və siz bizdən 3 sual da bildiyinizə görə stəkan qazanırsınız. Buyurun. Ali və Nino. Bəli, doğrudur və siz 3 sual da düzgün bildiyiniz üçün sizə stəkan təqdim edirik. Buyurun, təşəkkürlər. Siz bir sualı doğru cavablandırdığınız üçün sizə qələm təqdim edirik. Alina. Doğrudur. Və siz 2 sualı doğru cavab verdiyiniz üçün bizdən Söz. bloknot Çox sağ ol. qazanırsınız. Buyurun. Hiçbir fikrim yox. Siz bir suala doğru cavab verdiyiniz üçün bizdən qələm qazanırsınız. Çox sağ olun. Beləliklə əziz izləyicilərimiz, bu buraxılışımızın da sonuna gəlib çatdıq. Hər birinizə xoş gün keçirməyi arzu edirik. Növbəti buraxılışlarda görüşənə qədər. Hələlik.